Təəssüf ki, İslam daxilində bu hallar baş verir. İnsanlar var ki, Allahı qoyub Allahdan başqasına tapınır, dua edir, yardım istəyir, kömək istəyir, övlad istəyir, şəfa istəyir. Allah qalıb yerin göyün sahibi, hər şeyi idarə edən, hər şeyin xaliqi, hər şeyi verən, amma Allahdan başqa olan, Allahın yaratdığı məxluqlara üst tutulur. Ona görə insanın qəlbində qorxu hissi olmalıdır. Əgər insan qəlbində tövhid əzəmətli olarsa, o zaman onun qəlbində şirkdən çəkinmə hissi olacaq. Əgər bir insanın qəlbində tövhid əzəmətli deyilsə, o insan üçün şirk adi bir haldır. Qiyamət günü Allaha ortaq qoşan və eyni zamanda Allahı inkar edən dünya həyatına təkrar qayıtmağı istəyəcək. Allahdan istəyəcək, ikinci dəfə dünya həyatına qayıtsın, yaxşı əməllər etsin, Allaha ortaq qoşmasın, Allahın buyurduğu salih əməlləri yerinə yetirsin. Fikir verirsiniz? Qiyamət günü mütləq insan bunu istəyəcəkdir. Hansı insan? İnkar edən, Allaha ortaq qoşan. Eləcə də əzabı dadan insan qiyamət günü əzabının sona çatmasını istəyəcək. İstəyəcək ki, onun əzabına xitam verilsin, hökm verilsin və o ölsün. Bir dəfəlik yox olsun. Lakin onun çağırışına heç bir cavab verilməyəcək. Ona görə aqil insan düşünməlidir. Nə qədər ki fürsəti var, ömrü var, bu həyatda yaşayır. Yaxşı-yaxşı düşünməlidir. Ömür insana bir dəfə verilir. 2 dəfə verilmir.